Neftçinin əfsanəvi 2012-2013 Avropa Liqası heyəti indi hardadır? Videonu bəyənib paylaşmağı unutmayın. Azərbaycana gəlmiş ən yaxşı qapıçılardan biri olan Saşa Stamenkoviç karyerasını hazırda Serbiyanın Mladost klubunda davam etdirir. Müdafiə tandeminin ilk üzvü olan Elvin Yunuszadə hazırda Qəbələ klubunun formasını tərlədir. Elvinin müdafiədəki Makedoniyalı partnyoru Igor Mitreski 2014-cü ildə Paytaxt klubunda karyerasını yekunlaşdırıb. Sol cinah müdafiəçisi Bruno Bertucci isə 2017-ci ildə Braziliya klubu Lemensdə oynayarkən yaşıl meydançalarla vidalaşıb. Komandanın sağ cinah müdafiəçisi Mahir Şükürov da 2017-ci ildə həm ağ-qaralı forma, həm də futbolla bir dəfəlik sağollaşdı. Komandanın kapitanı Rəşad Sadiqov son klubu Şamaxıda karyerasını sonlandırıb. Yarım müdafiə xəttinin əsas üzvlərindən biri olan Erik Ramos isə öz ölkəsi Paragvayın Karapekva klubunda futbol həyatına davam edir. Hücuma meyilli yarım müdafiəçi Cavid İmanverdiyev isə hazırda 2-ci liqada başqa bir ağ-qaralı klub Hypers Kubanın heyətində çıxış edir. Neftçi əfsanələrindən biri olan Flavinho 2016-cı ildə Braziliyanın Regatas klubunda futbol karyerasına nöqtə qoyub. Komandanın əsas hücum silahlarından Vobay 2017-ci ildə son klubu Olimpia Ljubljanada karyerasını yekunlaşdırıb. Neftçi tarixinin ən yaxşı hücumçularından biri olan Nikolas Canales isə 2019-cu ildə Çilinin Rangers Talca klubunda yaşıl meydançalara əlvida deyib. Sizcə bu heyət bu mövsüm oynasaydı Premier Liqada çempion ola bilərdimi?